Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslərə İlqar Hacıyeva, Məhəmməd Mirzəliyə, Qurban Məmmədova, Elşad Məmmədova, Qabil Məmmədova, Tural Sadıqlıya Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 167-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib. Aralarında blogerlər, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər. Bakı Apellyasiya Məhkəməsində Meydan TV işində ittiham olunan jurnalist Aysel Umudovanın ev dustaqlığına buraxılmaması qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən iclasda vəsatət təmin edilməyib. Çexiyanın Xarici İşlər Naziri Yan Lipavski azadlıq radiolarına ayrılan maliyyəni azaltmaqla bağlı qərar verəndən sonra bu media qurumuna mümkün Avropa dəstəyi məsələsini müzakirəyə çıxaracağını bildirib. Stat, ABŞ tərəfdə hadisələrin necə inkişaf edəcəyini, bunun ehtimalının nə olduğunu bilmirik. Ona görə də gözləntilərimizə aydınlıq gətirməliyik.